Çox insanın dilində belə bir ləfzi xəta var. Bir insan dünyadan köçəndə ona deyirlər ki, filankəs rəhmətə getdi. Rəhmətlik filankəs. Belə demək qətiyyətlə doğru deyil. O səbəblə ki, bizim əlimizdə Allahdan qəti bir dəlil yoxdur ki, o dünyadan köçən kəs Allahın rəhmətinə nail olub, yoxsa yox. Bəlkə Allah həmin adama günahlarından dolayı qəzəb edir. İnsan olaraq hamımız xətalıyıq, qüsurluyuq. Bəlkə həmin adamı Allah Azza və Cəllə cəzalandırır. Bu səbəblə kiməsə rəhmətlik filankəs demək qətiyyətlə doğru deyil. Demək olar ki, doğru olanı budur ki, filankəs dünyadan köçdü, filankəs vəfat etdi, Allah ona rəhmət etsin, Allah onun günahlarını bağışlasın, Allah ona məğfirəti ilə müamilə etsin, hesabını asan etsin. Bu kimi dualar etmək olar. Amma qətiyyətlə rəhmətlik filankəs və yaxud filankəs rəhmətə getdi demək doğru deyil. Çünki onun rəhmətlik olub olmaması haqqında Allahdan əlimizdə bir dəlil yoxdur. Doğru olanı dua etməkdir.